Qəbələdə bugün tarix yazılır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü məhz burada, Qafqazın ürəyində, dostluq və həmrəyliyin rəmzinə çevrilmiş bir məkanda keçirilir. Bu zirvə Türk dünyasının siyasi, iqtisadi və mədəni əməkdaşlığının yeni mərhələsini müəyyənləşdirir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Türk dünyasının birliyi regionda sülh, sabitlik və rifahın əsas dayağıdır. Dövlət başçısı enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artdığını və təşkilatın qlobal səviyyədə söz sahibi olan quruma çevrildiyini bildirib. Zirvə görüşü çərçivəsində qəbul edilən Qəbələ bəyannaməsi Türk dünyasının gələcək inteqrasiyası üçün yol xəritəsini müəyyənləşdirir. Sənəddə iqtisadi əlaqələrin gücləndirilməsi, ortaq nəqliyyat dəhlizinin inkişafı, gənclər və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər öz əksini tapıb. Bu tarixi gündə daha bir önəmli hadisə baş verib. Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməl qoyma mərasimi keçirilib. Mərasimdə Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin liderləri onlayn şəkildə iştirak ediblər. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına minnətdarlığını ifadə edib. Dualar oxunduqdan sonra dövlət başçılarının onlayn iştirakı ilə məscidin təməli qoyulub. Vurğulanıb ki, bu məscid təkcə dini ibadət məkanı deyil, həm də Türk dövlətlərinin mənəvi yaxınlığının, dostluq və qardaşlığının simvolu olacaq. Zirvə görüşündə TDT+ formatının yaradılması barədə də qərar qəbul edilib. Bu yeni format Türk Dövlətləri Təşkilatının fəaliyyət sahəsini genişləndirəcək, qarşılıqlı əməkdaşlığı daha çevik və effektiv edəcək. Həmçinin Türksoyun gücləndirilməsi və inkişaf etdirilməsi də razılaşdırılıb. Atılan addımlar Türk dünyasında mədəniyyət və elm sahəsində birliyi daha da möhkəmləndirəcək. Atılan addımlar sayəsində Türk dünyasında mədəniyyət və elm sahəsində də birliyin daha da möhkəmləndiriləcəyinə ümidvarlıq ifadə edilib. Qəbələ zirvəsi Türk dünyasının gücünü, həmrəyliyini və ortaq gələcəyə olan inamını bir daha nümayiş etdirdi. Qardaş xalqların birliyi ilə formalaşan bu yeni reallıq Türk əsrinin gerçək başlanğıcıdır.